Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizdə nigahların sayı 4,9-dan 4,8-ə düşüb. Eyni zamanda doğulan uşaqların sayında da azalma müşahidə olunub. Belə ki, ötən il Azərbaycanda 96.062 uşaq doğulub ki, bu say da 2024-cü ildə 102.961-ə bərabər olub. Maraqlıdır, nigahların və doğum sayının azalmasının əsas səbəbləri nələrdir? Mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrəndik. Ən çox istəmirlər ki, məsəl üçün ailə quranda üzr istəyirəm, uşaq dünyaya gələndə uşağı istəmirlər ki, bədbəxt günə qoymaq istəmirlər. Ona görə ən çox ailə qurmaq istəmirlər, gənclərimiz. Yəni mən gənclərimizə deyərdim ki, yəni yanlış fikirdir. Ailə qurmaq daha yaxşıdır. Yəni gələcəksən isti yeməyin olacaq, isti çayın olacaq. Yəni bir sözlə rahatçılığın olacaq. Ancaq məsələn tək quleybanı kimi yaşayanda sənin heç bir şeyin olmayacaq. Heç bir şeyin olmayacaq. Heç bir şey əldə eləyə bilməyəsən. Ancaq ailə yaxşıdır. Ailəni də qoruyub saxlamaq lazımdır. Necə məsələn dövləti qoruyub saxlayan kimi ailə də elə bir dövlət kimi bir şeydir. Yəni əvvəlindən ailənin sütunu yaxşı qurmusansa, elənçi də gediləcək. Əvvəllər mənzillər təmir eləyirdi, cavanlar evlənirdilər. İndi ancaq çox çətindir, çətinləşib. Amma yenə dövlətimiz sağ olsun, çalışır ki, görürəm ki, çalışırlar, bu sosial evlər verirlər. Sonra ipoteka ilə, iş yerləri olsaydı, ipoteka ilə götürüb, yəni mənzil götürərdilər, evlənərdilər. Yəni səbəblər bunlardır. Qızla oğlan bir-birini daha yaxşı tanımalıdır. Yəni xarakterlərinə bələd olmalıdır, istəklərinə, hər bir şeyə bələd olmalıdır. Və ailələrini tanımalıdır bir-birinin. Hər bir şeyə razılaşmalıdır. Qız gələcək, oğlanın gələcək hər bir problemi ilə, kişi də xanımın hər bir problemi ilə razılaşmalıdır. Bir uşağı əmələ gətirməkdən ötürü onu məsələn 17-18 yaşa çatdırana qədər ona nə qədər əziyyət çəkir valideyn. Qaldı ki, ikinci uşaq, üçüncü uşaq o daha problemdir. Ona görə də məsələn doğum sayı azdır. Əgər iş yerlərimiz çox olsa, zavod fabriklərimizdə iş yerləri olsa, idarələrdə iş yerləri olsa, bir dəqiqə hər yerdə səxrə şeyini gedir. Nətər getsin ailə qursun, uşaq üzr istəyirəm, uşaq olsun, uşaq dünyaya gəlsin. Ona görə Düşünürsünüz ki, maddi bütçənin azlığı? Əlbəttə ki, maddi. Bəli, məsələn, bir uşağı məsələn 17 yaşacan çatdırmaqdan ötürü minimum ən aşağısı hər ay 1000 manat, 1500 manat lazımdır ki, o uşağı da yəni boya başa çatdırmaq lazım. Uşaq yeməkləri bahadır, çatdırmırlar. Sonra nə bilim bu gigiyenik uşaqlar üçün alırlar, körpələşir. Onlar bahadır, çatmır. Uşaq pulu da əvvəllər verirdilər, indi uşaq pulu da vermirlər. İş yerləri də azdır, yəqin ondan da o ilə əlaqədardır. Hər bir zamanənin öz tələbi var da, yəni əvvəllər tələb var idi, yəni indi 3 uşaqlı ailələr, çox uşaqlı ailələr sayılır. Yəni retk ailələrdə 3 uşaq var, retk ailələrdə. Siz bunu nə ilə bağlayırsınız? Nə bilim, çox şeylə, yəni valideynlər də uşaqlara, yəni valideynlərin özləri istəmir. Mənim fikrimcə valideynlərin 90% valideynlərin öz istəyinə asılıdır. Gördüyümüz kimi, paytaxt sakinlərinin bu mövzuda fikirləri müxtəlifdir. Məsələnin sosioloji tərəflərinə isə sosioloq Üzeyir Şəfiyev aydınlıq gətirdi. O bildirdi ki, nigaha daxil olanların sayının azalmasının əsas səbəbləri insanların getdikcə daha egoist olması və daha çox komfort axtarışında olmasıdır. Ümumiyyətlə, ailə qurmağa maraq azalıb gənclər arasında. Çünki bizim gənclərin, ümumiyyətlə cəmiyyətin düşüncəsində transformasiya yaşanır. Əvvəllər belə idi ki, ənənəvi cəmiyyət devrimizdə həm Sovet dövrünə qədər, həm Sovet devrində belə bir yanaşma vardı. Hətta stereotipləşmiş bir yanaşma idi. Deyirdilər ki, tez ailəmlə tez evlənən udar. Amma indi cəmiyyət və gənclər elə düşünmür. İndi düşünürlər ki, əvvəlcə təhsil alaq, karyeramızı quraq, mənzillənək, sonra ailə həyatı haqqında düşünərik. Və bax belə bir yanaşma var.
və bütövlükdə belə bir tendensiya da özünü göstərir ki, ümumiyyətlə ailə qurmağa hətta maraq azalıb insanlarda. Çünki insanlar indi daha çox egoist, komfort, rahat yaşamaq istəyirlər. Ailə uşaq məsuliyyəti daşımağı istəmirlər. Bu tendensiya da var. Və hətta Asiya ölkələrində, Yaponiyada, Çində olan gənclər arasında subaylıq sindromu var. O çox güman ki, bu və ya digər şəkildə biz qloballaşma dövründə yaşayırıq da. Domino effekti ilə digər ölkələrə, digər cəmiyyətlərə də sıçrayır. Olsun ki, Azərbaycan gənclərinə də bu sirayət edib. Yəni, orada gənclər sanki ünsiyyət ehtiyaclarını onlayn platformalar üzərindən realizə edirlər. Ona görə də real ünsiyyətə o qədər maraqlı, meyilli deyirlər. Hesab edirəm ki, bu tendensiya da var və bax bu tendensiyada nikahların sayının azalmasına təsir göstərir. Eyni zamanda mənzil məişət şəraiti ilə bağlı gənclərin bir qədər problemləri var. Onu da dövlət müəyyən proqramlar çərçivəsində tənzimlənməyə çalışır. Belə ki, güzəştli mənzillər fondu vasitəsilə. Ancaq bu gənclərin və gənc ailələrin məhdud kateqoriyasını əhatə edir. Çox yaxşı olar ki, bu gənclərin və gənc ailələrin böyük kateqoriyasını əhatə eləsin. Ümumilikdə mütəxəssislər bu tendensiyanın arxasında sosial-iqtisadi amillərin, həyat xərclərinin artmasının və gənclərin gələcəklə bağlı qeyri-müəyyənliklərin dayandığını iddia edirlər. Onların fikrincə, nikahların sayındakı azalma uzun müddətli perspektivdə təkcə ailə institutuna deyil, demoqrafik və iqtisadi tarazlığa da ciddi təsir göstərə bilər. Vüsalə Nəciyeva, Today Press TV.